Çox təcili və çox münasib qiymətə Yasamal rayonunda 4 otaqlı ideal təmirli mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində, Şəfa klinikasının və Tusi xəstəxanasının yaxınlığında hündür mərtəbəli yeni inşa olunmuş binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 140 kvadrat olan qanuni 4 otaqlı ideal təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi Şəfa klinikasına, Tusi xəstəxanasına, İnşaatçılar metrosuna isə 8-9 dəqiqəlik piyada məsafədə, 20 yanvar metrosuna isə 10 dəqiqəlik piyada məsafədə yerləşir və həmçinin Bakımol, DSMF, yəni Dövlət Sosial Müdafiə Fondu və həmçinin Bakı Biznes Universitetinin də yaxınlığında yerləşir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində, Şəfa klinikasının, Tusi adına xəstəxananın yaxınlığında, hündür mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 140 kvadrat olan 4 otaqlı ideal təmirli bir mənzildir. Binanın yerləşdiyi ərazi əvvəldə bildirdiyim kimi Şəfa klinikası, Tusi xəstəxanasına da çox yaxın bir ərazidə yerləşir və bununla bərabər İnşaatçılar metrosuna, 20 yanvar metrosuna piyada 10 dəqiqəlik məsafədədir və həmçinin Bakımol, Dövlət Sosial Müdafiə Fondu və Bakı Biznes Universiteti binanın tam yaxınlığında yerləşir. Dəyərli izləyicilər, ən əsas məsələlərdən biri odur ki, mənzilin sənədi kupdadır, ipotekaya yararlıdır. Qiyməti 330 min manatdır. Bu ərazidə bu qiymətə demək olar ki, 3 otaqlı mənzillər təklif edirlər. Amma biz sizə 4 otaqlı mənzil təklif edirik. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.